Anduril adlı Amerika şirkəti döyüş texnologiyalarında yeni bir dövrün qapısını açdı. Onların hazırladığı YFQ-44 adında jet mühərrikli insansız döyüş samolyotu ilk dəfə yarı avtonom uçuşunu uğurla tamamladı. Bu uçuş zamanı dron nəzarəti və qaz tənzimləməsinə insan müdaxiləsi olmadan özü idarə edib. Amerika Hərbi Hava Qüvvələrinin CCI proqramı çərçivəsində hazırlanan bu model gələcəkdə minlərlə süni intellektlə idarə olunan insansız döyüş dronlarının təməlini qoyacaq. Bu dronlar F-22, F-35 və gələcək 6-cı nəsil F-47 kimi pilotlu döyüş təyyarələri ilə yanaşı uçacaq və savaş gücünü inanılmaz dərəcədə artıracaq. Anduril cəmi 556 günə dizayndan tez uçuşuna çataraq müdafiə texnologiyasında yeni bir sürət rekordu da qırdı. Gələcək müharibələrdə artıq insan və süni intellekt yan-yana döyüşəcək və bu uçuş həmin gələcəyin rəsmi başlanğıcıdır.